Salam hər kəsə, əziz partnyorlar. Bugün biz sizinlə Multibooster platformasının qazanc planını öyrənəcəyik. Bildiyiniz kimi qazanc planına 3 paketlə daxil olmaq mümkündür. Yəni istədiyiniz paketi seçə bilərsiniz. $1 da mümkündür, $5, bir də $10. Hal-hazırda biz $1 olan paketdən istifadə edərək bu qazanc planını öyrənməyə çalışacağıq. Və bildiyiniz kimi Multibooster platforması 2 səviyyədən ibarətdir və 2 səviyyənin ikisində də eyni paralel şəkildə biz davam edirik. Demək, biz özümüz, baxın bunlar $1'dır, bu kabinetlərin qiymətləri, yəni $1'dır, biz $1 daxil oluruq və ənənəvi qayda ilə biz 2 aktiv insanımızı dəvət edirik, düzdürmü? Bu insanlar bizim qollarımız sayılır. Yəni bizim burada qollarımızdan qazanc olmayacaq. Və o dəvətlərimiz də bizi təkrarlayaraq hərəsi öz 2 aktiv insanlarını dəvət edirlər və onların gətirdikləri insanlar bizim ayaqlarımız sayılacaq və bizim qazanc mənbəyimiz bu ayaqlardan olacaq. Demək, ilk dəvətlimiz öz ilk dəvətlisini gətirərkən, mən burada qazancları dollarla qeyd etmişəm. Baxın, şirkət anında bizə bir dəvətlimizin həmən ilk dəvəti gələn kimi bizə $1 qazanc verir. Burada qeyd etmişəm. İkinci və üçüncü ayaqlardan, yəni ikinci dəvət, o biri dəvət də gəldi. Bunlar yığımdır. Bu 2 dəvət gələn kimi onları sistem yığım eləyir. Bizə ikinci səviyyədə $2'dan yer alır. İkinci səviyyənin qiyməti $2 eləyir. Baxın, biz 2 ayaqdan yığım edərək ikinci səviyyəyə keçid etdik. Birinci səviyyəni tamamlamamış. Və bizim ən sonuncu ayağımız gələn kimi həmən, yəni bunu yadda saxlayın ki, birinci və sonuncu ayaqlar bizə qazanc verir. Sonuncu ayaqdan da biz $1 yenə qazandıq. Üstəgəl $1. Və biz artıq ikinci səviyyədə varıq, keçid etmişik ikinci səviyyəyə. İndi burada nə baş verir? Baxın, bizim dəvətlərimiz də bizi kimi 6 nəfərlik, baxın, səviyyələrini, insanlarını toplayaraq bizim yanımıza gəlməlidirlər, qollarımıza yerləşməlidirlər ikinci səviyyədə, düzdürmü? Və birinci dəvətlimiz öz 6 nəfəri, yəni onun dəvətləri də öz dəvətlərini gətirərək 6 nəfərlərini tamamlayıb, qazanclarını götürüb, yığımların nəticəsində bizim yanımıza, qollarımıza keçid edəcəklər. Və onlar bizim yanımıza gələndən sonra eyni ilə onların da dəvətləri öz 6'lıq komandalarını yığaraq, qazanclarını götürərək yığımları sayəsində onların qollarına keçid eləyirlər. Onların qolları bizim ayaqlarımız sayılacaq və bu ayaqlar yenə də bizə qazanc verəcək. Yenə də baxın, birinci ayaq gələn kimi həmən anında şirkət bizə 2 klon verir. Bu 2 klon gedir bizim birinci səviyyəmizə. 2 klon olacaq. Bu klonların sayəsində təsəvvür edin ki, biz dəfələrlə biz bu 2 səviyyənin arasında dövr edərək limitsiz qazanclar götürəcəyik. Bu 2 klon sayəsində. Və ikinci ayaq gələn kimi biz yenə də burada baxın, dollar yazmışam, qazancdır, $2 qazanırıq. Üstünə gəldim. Üçüncü ayaq bizə referal qazanc verir. Bilirsiniz ki, referal qazanc burada 3 dərinlikdən olur. 4-cü dərinlikdə şirkətin inkişafına verilir. Və 4-cü ayaq bizə yenə də qazanc verir, $2. Ümumilikdə biz ikinci səviyyədən $4, birinci səviyyənin 2 səviyyə ikisi bir yerdə biz $6 qazandıq. Necə oldu? Demək, biri vurduq 6'ya, yəni x6 o deməkdir ki, ümumiyyətlə sistemdə, yəni bu sistemdə hansı məbləğlə giririksə, o məbləği 6'ya vurub, yəni alınan nəticə ilə biz buranı başa vurub sonlandıracağıq. Demək ki, $1 gəldik, daxil olduq.
və 6 dollarına biz 2 səviyyəni sonlandırdıq və klonlarımızın, qazandığımız klonlarımızın sayəsində biz burada davamlı limitsiz olaraq dövr edib sonsuz qazanclarımızı götürə biləcəyik. Bu qədər. Sağ olun diqqətinizə görə.